Azərbaycan ordusunun mövqeləri fasilələrlə atəşə tutulub. Yeni Sabah məlumat verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, martın 17-si saat 22:15-də martın 18-i saat 0:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Keşkənd rayonunun Arpa, Qarakəsə rayonunun Saybalı və Çəmbərək rayonunun Baqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqələrindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan fasilələrlə atəşə tutub. Ermənistan hava yolları aprelin 7-dən etibarən uçuşlarını müvəqqəti olaraq dayandıracağını açıqlayıb. Ajans az məlumat verir ki, şirkət bu haqda rəsmi Facebook səhifəsində paylaşım edib. Qərarın səbəbi kimi təyyarə meydançasının yeniləməsi göstərilib. Hava yolu şirkəti aprelin 6-dan sonraki tarixlərə bilet almış və ya bron etmiş sərnişinlərə şirkətlə əlaqə saxlamağı tövsiyə edib. Qeyd edək ki, son günlər Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlaşdığına dair məlumatlar paylaşılıb. Ermənistan hökuməti 1 aprel 1 iyun tarixləri arasında ehtiyatda olan hərbçilərin toplanışının keçiriləcəyini elan edib. Bu qərar apreldə eskalasiya ehtimalını artıran amillərdən biri kimi qiymətləndirilir.